Salam, hər vaxtınız xeyir əziz dostlar. Hər birinizi Dadaşvik kanalında salamlayıram. Bugünkü bizim dərsimiz Cisco-dur və STP Spanning Tree protokolu olacaq və digər mövzularla bağlı danışacağıq. Gəlin birinci hissəyə başlayaq. Yəqin çoxlarınız STP eşitmisiniz. Spanning Tree protokolu nədir, necə işləyir, PVST və digər protokollar hansı rollarda istifadə edir, necə də hamısını izah edəcəm bugün sizə. İlk növbədə STP, yəni Spanning Tree protokol şəbəkədəki loop, yəni dairəvi trafik yaranmasının qarşısı alan bir protokoldur. Yəni switchlər bir-birinə bir neçə kabel qoşulanda loop yarana bilər və bu da şəbəkədə problem yaradır. Yəni loopun yaranması necədir? Gəlin mən sizə adi bir göstərim. Məsəl üçün, gəlin belə deyək də. Bir növbədə Paint-də çəkim. Bu bizim məsəl üçün bir switchimizdir. Adi bir ya dump switch olsun, ya mağlubu switch olsun. Burada tutalım ki bizim bir pisimiz var. Bir dənə də printerimiz var. Deməli buradan port 1-dən gəldi bura. Port 2-dən də gəldi bura. Tamam. Məlumat mübadiləsi gedir. O MAC adresi görür, bu ona göndərir, o buna göndərir. Burada bizim 3-cü, 4-cü portumuz da var axı. Mən götürüm patch kodu. Üstəm. 3-ü ilə 4-ü salım. Всё. Artıq burada başlayır şəbəkə dairəvi fırlanmağa. Bir var şəbəkə belə gedir, belə gəlir. Məsəl üçün belə deyək. A-dan, məsəl üçün A nöqtəsindən gedir, məsəl üçün B nöqtəsinə də məlumat mübadiləsi. Source IP, destination IP, məsəl üçün belə deyək də. Artıq bu bir-birlərini görürlər və gedir belə. Amma loopda isə başlayır dairə fırlanmağa və artıq всё. Heç nə ping atırsan bir-birlərini görmür, nə heç nə getmir, qaçışlardan bir-birinə. Bunda da nə yanı? Broadcast storm, MAC adress flapping, yəni dolma, şəbəkənin yavaşması və dayanması. STP də məhz bunun üçün yaradır və problemi belə həll edir. Switch arasında ən yaxşı yolu seçir, yəni qısa yolu. Digər alternativ yolları portları bloket vəziyyətinə gətirir. Və ondan da başqa STP-də, STP əslində necə işləyir? STP şəbəkədə root bridge seçir. Root bridge, yəni şəbəkədə əsas switch olur. Tutalım ki, A switchimiz. Və bütün digər switchlər ona görə ən qısa yolu hesablayır. Yəni portların rolları da var bizdə. Gəlin onları mən sizə yazım. Siz qeyd edin, zəhmət olmasa özünüzdə. Deməli, bizdə yazıram ports. Bizdə birinci portumuz root portdur. Root port, yəni root bridge-ə gedən ən yaxşı port. Yəni root əslavnoy belə deyək. Və designated port da var. Designated port, yəni segmentə aktiv olan portdur. Və blocket portumuz var. Adından da artıq bəllidir ki, loopun qarşısını almaq üçün portu bağlayır. Biraz böyüdüm, lap sizin üçün istəyirsiniz. Belə edək. Daha aydın olsun sizə. Və STP-də ondan da başqa port state-lər də var. Yəni onları da yazaq. STP port states. STP-də port states-ları yəni bəzən düz adı yazılır, amma mənalarını bilmirlər ki, nə üçündür. Birincisi, gəlin mən yazıram blocking, yəni qabağımıza çıxsa, blocking nədir, nə üçün? Yəni trafik keçmir. İkincisi, listening. Listening, yəni topologiya yoxlanılır. Daha doğrusu üçüncü bizdə gəlir learning. Learning isə MAC adresləri öyrənir. Görüm neçə nə var, nə yox. Dördüncüsü forwarding.
trafik işləyir. 5-ci isə disabled, yəni kod söndürülüb. Daha sonra SCP-ni gəlin biz bir dənə belə bir balaca bir praktika bir şeylə göstərəcəm mən sizə. Deməli, gəlin belə 3 dənə catalyst switch götürək. Və 1 2 3. Aha. 3 dənə pisi götürək, bir dənə pisi götürək. Yəni mən bunu birləşdirirəm də, deməli 1 2 3. Buna bir dənə verirəm belə kres formasında. Aha. İndi gözləyirik, qoy bir dənə bizim kabellərimiz birləşsin. İndi əgər var birləşdirəcəm, var aktiv olunca gəlin belə eləyək. Gəlin belə bir komanda yazaq. Bizim CA-varımız. Şuraya aşağı show spanning tree. Gördünüz. Deməli FastEZ02 blocked. Artıq STP orada ucu loop yaranıb. FastEZ01 forwarding, yəni gedir. FastEZ03 o da gedir. Artıq gördüyümüz kimi bu bizim düzdür. Root ID'miz də var bizdə və bridge ID'miz də gördüyümüz kimi var. Adreslər də var. Bu da hello time, yəni göndərmə. OSPF-də var, məsələn, ERGP-də də var hello paketi. İndi baxaq o rənginə. Bax görürsünüz, hamısı aktiv oldu, amma buradan bura getmir. Artıq burada belə deyək, looping yaranma gedir. Ona görə də belə qalır. Və root bridge-i təyin eləmək üçün, gəlin burada düşük aşağı. Buradan bir də exit vururuq. Deməli, enable configure terminal. Deməli, spanning. Yəni root təyin edeyim. Spanning tree v1 1 standart verir də. Root primary. ISO. Bu switch 1-də mən buna root bridge təyin elədim və başqa switch üçün də siz belə də təyin edə bilərsiniz. Məsəl üçün gəlin bura da götürək. Yenə də CI-mızı açaq. Lakin enable configure terminal. Burada siz yazırsınız spanning tree v1 1 root secondary. Çünki birincisini artıq bir zaten seçmişik. Artıq ehtiyac yoxdur. Və portu siz manual da blok edə bilərsiniz. Həm də sizə deyim. Məsəl üçün bu bizim bağlayaq, qatışdırmayaq switchlərimizi. Açıram yenə də bunu. Mən burada exit vururam. Belə eləyək. Yenə də enable configure terminal və interface bizə neçədə blok olmuşdu. Bizdə bloklanıb, artıq burada bloklanıb. Fa EZ01 məsəl üçün götürsəydə. Fa nord /1 spanning tree port belə deyək, spanning tree port hələ eləməyək, yazaq cost 50. Cost 50, yəni nə qədər aşağı olanda o qədər artıq bloklanma çox gedir. Yəni orada bilirsiniz də o root ID yol nə üçün idi? Ən qısa yol üçündür. Yaxud da belə də siz yaza bilərsiniz bir komanda spanning tree port priority yazaq gəlin 64. Dəqiqə səhv yazdım. Face fast vuracağım. Spanning tree. Artıq mən yazmışam deyə onu o artıq götürməyəcək.
Artıq yazmışam deyə onu götürməyəcəm. Çünki mən artıq 50 vermişəm ora. Və gəlin yenə də təzədən yoxlayaq. Show spanning tree. Manualdan bir çıxartmışıq ona görürsünüz hamısı artıq forward gedir. AEG protokolu ilə gedir. Görürsünüz priority də var. Priority yüksəkdir bu. Nə qədər çox olanda o qədər yaxşıdır. Və LSTP barəsində danışım bir balaca. LSTP Rapid Spanning Tree protokoldur. Yəni STP-nin daha sürətli versiyasıdır. Məsələn, STP-də konferans dediyimiz kimi 30-50 saniyə gəlsə, LSTP konferansı 1.6 saniyə gedir. Onu aktiv eləmək üçün gəlin elə burada eləyək onu. Deməli, spanning enable yazım. Artıq STP-nin belə konferansı daha da sürətli gedəcək. Və onu da bir balaca sizə bildirmək istəyirəm ki, biz bayaqları yazanda burada biz gördüyümüz kimi portları gördük, rowları gördük, forwardı, kostları görsünüz. Burada hərsiniz OSPF kimi kostu var, metrikası var. Biz yəni orada görürük root bridge, root port, desiccator və blocking port. Və məsələn siz belə bir şey deyə bilərsiniz ki, hansısa portu bloklamaq istəyirsə, məsələn avadanlıq əgər çoxsa sizdə, deməli buradan exit vururuq. Here enable conf-t configure terminal. Belə də yazıb bloklaya bilərsiniz. Nə 2 olmasın, 4 olsun, nə 5 olsun, 6 olsun. Neçə istəyirsə eləyə bilərsiniz onu. Və root bridge-i mən sizə göstərdim. Deməli, və ondan da başqa mən bir mövzu barəsində danışmaq istəyirəm. Ya STP qısaca yəqin bildinizsə, WUP-un qarşısını almaq üçündür. Həm naquska düşməmək üçün, load balancing olmamaq üçün və gördüyünüz kimi bu aktivdir. Burada yenə də loopumuz var. Bunu düzdür biz 3-cü switch-i config eləməmişik, biz ikisini eləmişdik də. Amma belə burada baxanda görürsüz, up və down-a düşür. O məsəl üçün ki, aktiv deyil. Burada isə məsəl üçün, burada da updır. Və ondan da başqa yoldaşlar, bir dənə bunu mən save eləyim. Bir dəqiqə. Yoldaşlar, deməli save elədim və gəlin bir balaca mən sizə Etherchannel haqqında danışmaq istəyirəm. Yəni bunu save eləyək. Çoxunuz yəqin Etherchannel'ın eşitmisiniz. Dərcə istifadə olunur, aqreqatdır, linklərdir, bandwidthlərdir, STP problemlərindən qaçmaqdır. Etherchannel yoldaşlar bir neçə fiziki Ethernet portunu birləşdirib bir məntiqi, yəni logical link kimi işlətmək texnologiyasıdır. Və Etherchannel haralarda istifadə olunur? Bandwidth-i artırmaq. Məsəl üçün bizim 2 dənə portumuz varsa 2 gigabitsə o da onu 2 gigabit kimi də verir. Redundancy var. Bir kabel misal üçün də down-a düşsə belə yenə də zat işləyir. Və STP problemindən qaçmaq deyəndə STP bu portları bir link kimi görür. Məsəl üçün Etherchannel'ın da 3 dənə növləri var. Yəni onu mən sizə yazım. Böyle yazıram ki birinci növü yoldaşlar. Onun adı gedir. Protokolda daha doğrusu 3 dənə protokol var. Cisco'da belə yazaq. PAGP. İkincisi LAGP. Üçüncüsü isə ON.
Adı belə gedir. PGP Cisco-nun proprietasıdır. Yəni o Cisco-da istifadə olunan bir protokoldur. LATP 802.3 AD AES standartında isə onun isə heç bir protokol yoxdur. Ən çox istifadə edilən, yəni praktikada LATP-dir. Yəni siz məsələn şəbəkə quranına və ya da paket tracer trenirovkaya çalışın LATP-dən istifadə edin. Və EZDC-nin modları da var. PGP-də məsəl üçün də PGP-də gedir Desirable və Auto. LATP-də isə gedir aktiv pasiv. Onda isə manual təbii ki. Gəlin belə bir praktik eləyək yoldaşlar. Deməli bir konfig quraq. Yenilənsin. İki dənə switch götürək. Bizim switchlərimiz. Birini qoyuram bura. Birini də qoyuram bura. Biraz məsafəli qoyaq. Və hər switchə gəlin pisilər qoyaq. 1 2 Və təbii ki standart kabellə birləşdirəcəyik. Aha. İndi deməli bizdə hal-hazırda gəlin belə bu biraz böyüdək gedişlərində ki, həm məsafəsi çox olsun, həm görsənsin. Bu da həmçinin belə birləşdirək. Aha. Bizdə deməli fa 01 və 02. Aha, 01, 02. Deməli bizdə qalır 3-dən o yana var. İndi gəlin belə eləyək. Biz bura deməli fas əziyyət 3-dən mən verirəm 3-ə və 4-dən də 4-ə verirəm. Yolca belə eləyim ki, xəttləri də siz rahat görə biləsiniz. Aha. Deməli, indi biz nə edirik? Tutalım ki, mən indi bunu bu qalsın, bu qalxanacaq. Mən sizə prosta bir dənə izahlı şəkildə göstərmək istəyirəm ki, məsəl üçün, bu bizim soldakı switchimizdir. Bu da bizim sağdakı switchimizdir. Və bizdə burada 2 dənə xətt getdi, gördünüz. 4-ə, 3-dən 4-ə. Tamam. İndi məsələ nədir? Hər xəttimizdə təsəvvür edək ki, bizim tutalım bu xəttdə bizim 100 megabit sürətimiz var. Və həmçinin fas Ethernet 4-də də 100 megabit. Amma EZC'nin da onu birləşir logical kimi. Onu 200 kimi qeyd edir. Yəni belə deyək də, 3-dən 100 burada. O opsi bir yerdə məntiqi hesablayıb, onu 200 kimi edir. Yəni məsəl üçün 100 plus 100 bərabərdir 200. Yəni logical kimi, double kimi onu elə hesablayır. İndi gəlin bir dənə onu konfigurasiya eləyək. Və açırıq bunu. Bizim CLI-miz özdə gəlsin. Deməli enable configure terminal. Deməli interface range. Əgər siz bir neçə dənə portu konfigurasiya edirsiniz, range sözünü yazın. Bizdə fas Ethernet 03 və 4-dür. ISO. Deməli. İndi biz buna channel qrup yazırıq. Yazırıq channel group 1 mod 10. ISO gördünüz. Port dəyişdi artıq. Yazıldı ki, line protocol interface port change stop to up. ISO. Və exit'i basırıq burada. ISO çıxdıq. Və belə yazırıq. Interface port channel 1. ISO. Və V1 kimi eləyək də gəlin onu. Switch port trunk eləyək onu. Mod trunk.
Bəli. Və exit. Tamam. Bu okey. İndi keçirik biz. Yoxsa artıq burada gedir. Aha. Keçirik buna. Yenə də CLI-mıza. Yoxsa artıq burada gözünüz nə yazdı? Line protocol interface fazla change state to up. Like span tree STP. PYD receive 802.bdpu on track fast ezet on volant. Gözünüz naxarda STP Уже bizə mesaj göndərir ki, block PYD vaka, blocking fast Ethernet 04 on və 1. Artıq bu burada loop görür deyə, loop kimi. Artıq şey edir. Belə şifrə doğrusu kimi. Və biz də indi nə edirik? Biz yenə də bunu deməli enable configure terminal. Bəli. Yenə də bayaq kimi deməli hostun azar yazaq switch 1. Switch 1 ASO. Yenə də interface range. Pardon. Interface yazmaq var. Interface range fa. Və biz 3-dən 4-ə taxmışdıq. Fast ezet 3/4 ASO. Channel group. Mode on. ASO. Blocking port channel 10 və 1001. Gördüyünüz kimi. Exit. ASO. Deməli interface port channel 1 switch mode trunk. Exit. İndi gəlin bir dənə bunun check-ına baxaq görək. Restored görürüz. Port consist restore. Və ezetimizin bir görək konfigi necədir, nə vəziyyətdədir. Yazırıq show ether channel summary. Pardon. Exit. Aha. Bizim burada flag var. Yəni belə deyək də tag kimi işarələnmişlərdir. D down-dır. Məsəl üçün east and alone-dır. Port in channel-dır. Hot tipi onda hot standby, yəni belə deyək, sönülü kimidir. R-lər bizim layerlərimizdir. U yəni in use-dır. F var, F yoxdur. D də default portumuzdur. Bizə burada nə göstərir? ASO. Fast SS03, Fast SS04. Bu söhbət switch 1-dən gedir, sağdakindən, soldakindən getmir söhbət. Bəli. Port 1-imiz, protokol, fa Ethernet. Gördüyünüz kimi heç bir sıxıntımız yoxdur. ASO. Və indi gəlin keçək bir dənə həmənkini. Özür artıq burada loop yoxdur. Bütün portlarımız bizim enabled'dadır. İndi exit vururuq. ASO təzədən yazırıq bunu. Show Bəli. Gördüyünüz kimi buradadır. Heç bir sıxıntı yoxdur. Number of channel groups in use. Number of aggregators. Biz 2 dənə xətt ora şey eləmişdik. O indi hal-hazırda onu 1 vagikal kimi görür yoldaşlar. Əsas da məsələ odur. Yəni EZC'nin yəni gördüyünüz kimi rolu bunlar. Düzdür, bizdə indi internet biz bu router qoşmamışıq ki, ona internet falan verək. O artıq bizə sürəti göstərsin. Yəni əsas məntiqi, yəni əgər məsəl üçün də bax belə deyək. Mən bura bir router məsəl üçün qoydum bura. Hə, bir dənə buradan, bir dənə buradan. Tutan bu verir 50 megabit, məsəl üçün bura sol tərəfdə. Sağ tərəfdə də bura verir olsun burada 60 megabit. O hamısı logikal hesabı 1 kimi verəcək. Ya 110 kimi, hər iki tərəfdə 110 kimi hesab verəcək. Yəni sağda belə yoxsa, yəni onun işləmə məntiqi ona görə də logikal deyirlər ki, yəni onun işləmə prinsipi bir link kimi birləşdirib onu istifadə eləməkdir. Yəni burada da məsələn baxanda rəq tərəfdə də gördüyünüz kimi bizim PDO-muzdur. Görürsünüz bax.
switchlərimiz də. Bu bizim 2 dənə switchimizdir. Sağ və soldakı. Gördüyünüz kimi hamısında işıq var, yaşıldır. Yəni burada loop falan, down söhbəti yoxdur. Gördüyünüz kimi kabel cable type copper crossover'dir. İndi kabelin uzunluğudur. Destination port, destination device, source port. Yəni switch 1, fast ethernet, yəni bu buradan, bu buradan. Yəni heç bir gördüyünüz kimi burada problem. İndi mən tutalım ki, əgər mən indi bunu götürsəm, məsəl üçün adi bir xətti də, nə bilim, bunu bura, bunu da bura versəm, uca görürsünüz qoymayacaq loop verməyə. Loopa düşmə ehtimalı da var. Bugünlük bu qədər dostlar. Təşəkkür edirik. Gələn görüşlərədək.